Yaxşı, buyurun. Cənab Prezident, dövlət büdcəsinin icrasının müzakirəsi zamanı onun tərkib hissəsi olan yerli büdcələrin vəziyyətindən danışmamaq qeyri-mümkündür. Çünki bu sahədə elə problemlər var ki, onları sizin bilməyiniz və həlli ilə əlaqədar ilk növbədə yerli icra hakimiyyətlərinin başçılarının müvafiq göstərişlər verməyiniz çox yerinə düşərdi. Bu problemlər nədən ibarətdir? İlk növbədə gəlirləri çox böyük çətinliklə yığılan və xərclərini tam örtmək üçün Respublika büdcəsindən subsidiya alan rayonlarda əmək haqqlarının ödənilməsi sahəsində mövcud olan gərginliklərə baxmayaraq, bəzi icra hakimiyyəti başçılarının əsassız təzyiqi ilə təmirə, bərpiyə, lazım olduğu olmadığı büdcə təşkilatlarına ərzaq və dərman alınmasına külli məbləğdə vəsait sərf edilməsidir. Maliyyə Nazirliyi tərəfindən yerli büdcələrin icra vəziyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhərində müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və digər büdcə təşkilatları işçilərinin əmək haqqları üzrə 1995-ci ilin oktyabr-noyabr aylarının borcları ödənilmədiyi bir tərzdə icra başçısı Abuşevin göstərişi və əsassız sərəncamları ilə abadlıq və bərpa adı altında 10 milyard manatdan artıq vəsait güya bu işlə məşğul olan müxtəlif təşkilatlara köçürülmüş. Nə qədər? 10 milyarddan artıq vəsait. Kimə verilibdir? Abadlıq, bərpa, təmir işləri görən təşkilatlara, müxtəlif təşkilatlara köçürülüb səpələnib. İş o yerə gəlib çatmışdır ki, icra başçı bəzi hallarda bankda büdcənin hesabına daxil olmuş vəsaitin birbaşa, yəni maliyyə şöbəsinin, yəni büdcənin xəbəri olmadan elə həmin məqsədlərə köçürülməsinə göstəriş vermişdir. Bu ən azı biabırçılıqdır. Yoxlama materialları aidiyyəti üzrə Respublika Prokurorluğuna göndərilmiş və bu məsələ üzrə cinayət işi qaldırılmışdır. Acınacaqlısı budur ki, büdcə vəsaitlərinin belə səmərəsiz və lüzumsuz məqsədlərə səpələnməsini təşkil etdikdən sonra şəhər icra başçısı Maliyyə Nazirliyinə, müəllimlərin, həkimlərin və digər büdcədən maliyyələşən təşkilatların işçilərinin aylarla ödənilməmiş əmək haqqlarının verilməsinə köməklik göstərilməsi üçün təkidli müraciətlər etməyə başlamışdır. Maraqlıdır, əmək haqqı borclarının ödənilməsinə lazım olan vəsait, yəni Maliyyə Nazirliyindən istənilən vəsait, məqsədsiz səpələnmiş həmin 10 milyarddan artıq vəsaitin cəmisi ondan birindən də az bir məbləğdə olmuşdur. Nə qədər? Onda birindən də az məbləğ, 500 milyon manat vəsait. Demək 500 milyon. Xərcləyib o müəllimlərin, həkimlərin. Lazım ki, müəllimlərə, həkimlərə müvacib versin. Bağlasınlar o borcları. Bəli, amma 10 milyard xərcləyibdir. 10 milyard başqa sahəyə xərcləyiblər və bunu bağlamayıblar. Sual olunur. Digər məqsədlər üçün xərcləri, əmək haqqı üzrə borcları bağladıqdan sonra etmək olmazdımı? Sumqayıt şəhərində bu vəziyyəti kim tənzimləməli idi? Cavab isə birdir. Yalnız yerli icra hakimiyyəti və onun başçısı, lakin təəssüf ki, belə olmamışdır. Eyni qayda ilə Mingəçevir şəhərində büdcənin icrası vəziyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, şəhər icra hakimiyyətinin başçısı Bəxtiyarov büdcəyə daxil olan vəsaitləri bilavasitə özünün göstərişləri ilə məqsədə uyğun hesab etdiyi istiqamətlərə yönəltmişdir. Və bu zaman şəhərdə büdcə təşkilatlarında aylarla əmək haqqının ödənilmədiyinə məhəl qoymamışdır. Sadə bir misalla vəsaitlərin belə istifadə olunmasına aydınlıq gətirmək istəyirəm. Təftiş zamanı müəyyən olunmuşdur ki, şəhər səhiyyə şöbəsinin xəstəxanaları üçün kommersiya müəssisələrindən icra başçısının göstərişi ilə toyuq ətinin 1 kiloqramı 48 min manata alınmışdır. Biraz belə aydın danışmıyorum, başa düşmədim. Təftiş zamanı müəyyən olunmuşdur ki, şəhər səhiyyə şöbəsinin xəstəxanaları üçün kommersiya qurumlu müəssisələrdən icra başçısının göstərişi ilə toyuq ətinin 1 kiloqramı 48 min manata alınmışdır. Halbuki həmin vaxtda bazarda toyuq ətinin 1 kiloqramının qiyməti 10-12 min manatdan çox olmamışdır. 48 min manata? Bəli, bu 1 kiloqram? 1 kiloqram. Bu fakt üzrə cinayət işi qaldırmaq üçün prokurorluğa verilmiş və cinayət işi qaldırılmışdır, möhtərəm prezident. Bu kadar da dəhşətli şey olar yani. Bu Mingəçevirdadır. Bəli, Mingəçevirdə. Materiallar prokurorluğa verilib və cinayət işi qaldırılmışdır. İcra başçı dəfələrlə Maliyyə Nazirliyinə və digər aidiyyəti orqanlara şəhərdə əmək haqqlarının ödənilməməsinin sosial partlayışa gətirəcəyi ilə əlaqədar həyəcanlı müraciətlər etmiş və əmək haqqlarının ödənilməsi sahəsində gərginliklər olmuşdur. Lakin təəssüf doğuran odur ki, bu qədər təkidli müraciətlərdən sonra şəhər büdcəsinə əmək haqqı borclarının ödənilməsi üçün verilən kömək icra başçısının şəxsi göstərişləri ilə yuxarıda deyilən qaydada maraqlı məhsul və malların alınmasına yönəldilmişdir. Yerli hakimiyyət orqanının başçısının belə hərəkətləri heç bir çərçivəyə sığışmır. Başqa bir misal, Qubadlı rayon icra hakimiyyətinin başçısı Şeyinquliyev qaçqınlara əmək haqqlarının və çörək kompensasiyalarının ödənilməsi üçün Respublika büdcəsindən verilən subsidiya hesabına mövcud qiymətlərdən ən azı 2 dəfə baha 125 milyon manata qaz 31 markalı xidməti minik maşını almışdır. Bu qaçqın rayon belədir ki, burada heç bir gəlir yoxdur bunun büdcəsində. Yalnız Respublika büdcəsindən verilən subsidiya hesabına saxlanılır.
Qeyd etmək lazımdır ki, icra başçısı maşın almaq üçün Maliyyə Nazirliyinə etdiyi rəsmi müraciətə imtina cavabı almasına baxmayaraq, Respublika büdcəsindən Qaçqın rayona verilmiş subsidiya hesabına yüzlərlə müəllim işçilərinin əmək haqqı borcunu ödəmək əvəzinə özü üçün bahalı xidməti minik maşınını alınmasını daha üstün tutmuşdur. Bu məlumatı dəqiqləşdirdikdən sonra Maliyyə kollegiyası prinsipsizlik göstərdiyinə görə Qubadlı rayon Maliyyə şöbəsinin müdirini vəzifəsindən azad etmişdir. Təəssüflər olsun ki, belə faktların sayı heç razı deyildir və onların hər biri üzrə Maliyyə Nazirliyi öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görür. Lakin bu cür məsələnin əsaslı şəkildə həll edilməsi zəruridir. Bu məsələlərin həlli dövlət maliyyəsinin idarə edilməsi haqqında yaxın vaxt içərisində Nazirlər Kabineti tərəfindən möhtərəm prezident sizə təqdim ediləcək qanun layihəsində özəlləşdir. Büdcə vəsaitlərindən istifadənin vəziyyətindən danışarkən dövlətə məsul və təşkilatların maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasından bu işin ümumi vəziyyətindən danışmamaq qeyri-mümkündür. Möhtərəm prezident, cari ilin 17 iyun tarixində imzaladığınız istehsal xidmət maliyyə kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə fərman bütün Respublika ictimaiyyət tərəfindən alqışla qarşılanmışdır. Açığını demək lazımdır ki, hüquq mühafizə orqanlarının, habelə nəzarət funksiyalarını yerinə yetirən digər təşkilatların nümayəndələri və rəhbərləri Respublikamızda bu sahədə yaranmış uyğunsuzluqların nizama salınması istiqamətində atılmış bu addımı çox yüksək qiymətləndirirlər. Bu məsələ ilə əlaqədar hazırlanan qanun isə nəzarət sahəsindəki problemlərin həllinə son nöqtə qoyacaqdır. Əsassız yoxlamaların qadağan edilməsi yolu ilə müəssisə və təşkilatların normal fəaliyyəti üçün ciddi bir maneənin aradan qaldırılması çox vacib idi. Lakin bugün haqqında dəfələrlə dediyimiz nəzarətin başqa bir formasının nizama salınması ilə əlaqədar ciddi qərarlar qəbul etməyin də vaxtı çatmışdır. Bu, nazirlik, komitə, konsern, dövlət şirkətləri və birlikləri tərəfindən həyata keçirilən idarə nəzarətidir. Düzdür, 17 iyun tarixli fərmanla bu sahədə də qayda yaradılması nəzərdə tutulmuş və hal-hazırda həmin istiqamətdə fərmana uyğun işlər aparılır. Ancaq hesab edirəm ki, yoxlamaların daha dəqiq nizamlaşdırılmasının və qaydaya salınmasının əsaslarını özündə əks etdirəcək qanun layihəsində bu istiqamətdə ciddi qaydanan tədbirlər nəzərdə tutulması vacibdir. Bütün bu deyilənləri idarə nəzarətinin fəaliyyətini əks etdirən göstəricilərə nəzər salmaqla daha açıq bilmək olar. 1995-ci ildə nazirlik, komitə, konsern, dövlət şirkətləri və birliklərin nəzarət təftiş aparatında çalışan 1302 təftişçi tərəfindən tabelikdə olan müəssisələrdə 6024 təftiş və yoxlama aparılmış və bu zaman 16,1 milyard manat qanunsuz xərc, çatışmamazlıq, mənimsəmə halları və ya hər bir təftiş zamanı orta hesabla 2,7 milyon manat belə xərclər aşkar olunmuşdur. Həmin dövr ərzində Maliyyə Nazirliyinin mərkəzi aparatının 29 nəfərdən ibarət nəzarət təftiş xidməti cəmisi 93 müəssisə təşkilatda təftiş yoxlamalar aparmaqla 109 milyard manat qanunsuz xərc, çatışmamazlıq və mənimsəmə halları müəyyənləşdirmiş, orta hesabla bir təftişə 1,2 milyard manat və ya idarə nəzarətində olduğundan 444 dəfə artıq vəsait düşmüşdür. Hesab edirəm ki, bu müqayisə idarə nəzarəti həyata keçirən strukturların işinin dırnaqarası səmərəliliyini kifayət qədər xarakterizə edir. Bu sahədə yaranmış vəziyyət və eyni zamanda struktur dəyişiklikləri edilməsinin zamanı da həll edilə bilər və edilməlidir. Möhtərəm prezident, sizin rəhbərliyiniz və dəstəyinizlə aparılan maliyyə siyasəti 95-ci ili müstəqillik qazandığımız dövrdə sabit maliyyə vəziyyətinin bərqərar olduğu ilk kimi tariximizə yazıb. 96-cı ili siz iqtisadi islahatlar ili elan etmişsiniz. Biz hamımız inanırıq ki, bu ilin əvvəlindən iqtisadi islahatlar, özəlləşdirmə, struktur dəyişiklikləri və müəssisələrin reforması istiqamətində götürdüyümüz kursa bugünkü müşavirənin yekunları üzrə qəbul ediləcək qərarlar böyük təkan verəcək və bu sahələrdə itirilmiş vaxtı və imkanları cari ilin ikinci yarısında və 97-ci ildə tamamilə aradan qaldıracaq. Respublikanın maliyyə orqanları, başda Maliyyə Nazirliyi və onun rəhbərliyi olmaqla bu sahədə özünün bütün vəsait bacarığını cəmləşdirəcəkdir. Diqqətinizə görə sağ olun. Siz bir çox faktlar gətirdiniz, ayintiliklər haqqında cürbəcür qeyri-qanuni demək hallar haqqında bunlar çox əhəmiyyətlidir və bunların hamısı bu faktlar araşdırılmalıdır, axıra çatdırılmalıdır və günahkarlar cəzalandırılmalıdır. Ancaq ən əsas odur ki, devlətin o mənimsənilmiş yaxud dağıdılmış maliyyə vəsaitləri bərpa olunmalıdır. Ancaq belə siqnallar da gəlir ki, Maliyyə Nazirliyində də belə qanunsuz hərəkətlər olur və ayrı-ayrı təşkilatlara kiməsə biraz çox verirlər
vəsaiti kiməsə az verirlər və Maliyyə Naziri burada özbaşınalıq eləyir, demək, özü həll edir. Bəzən də bu prinsiplər müəyyən şübhə doğurur. Bu siqnallar haqqında nə deyə bilərsiniz? Möhtərəm Prezident, bu maliyyə vəsaitlərinin gərginliyi ilə bağlı olan bir məsələdir. Mən bu yaxınlarda Baş nazirin müavini Abid Şərifovun yanında bu tikinti ilə əlaqədar. Təbii ki, vəsait kifayət qədər daxil olmur və daxil olmadığı tərzdə onu kifayət qədər də xərcləmək mümkün deyil. Deyək ki, tikinti obyektləri içərisində eləsi var ki, qəza vəziyyətindədir və yaxud da qəza baş veribdir. Təbii ki, ora vəsait buraxılmalıdır. Elə tikinti var ki, 3 il dayanıbdır, 1 ildə dayana bilər. Və belə prinsiplər biz istəsək də, istəməsək də vəsaitlər kifayət qədər gəlmədiyinə görə mümkün olur. Mən rica edərdim, hər hansı bir qaydada bir sorğu keçirilsin. Büdcə ilə, Maliyyə Nazirliyi ilə 140 dənə təşkilat işləyir. Əgər belə şeylər varsa, mən son ən ciddi tədbirlər görmüşəm, olubdur belə şeylər, belə məsələlər Maliyyə Nazirliyində mən demirəm, hamının ətəyində namaz qılmaq mümkündür və yaxud da sistemdə. Ən ciddi cəza tədbirləri. 33 nəfər nəzarətçi müfəttiş işdən azad olunubdur. Və bu gün də bilirlər ki, əgər hər hansı bir neqativə yol verirsə, həmin də ən ciddi cəza tədbiri görüləcəkdir. Lakin təşkilatlar işləyir bizdən. Abid müəllimin yanındakı müşavirədə, müzakirədə demək olar ki, tikinti təşkilatlarının başçıları birmənalı öz fikirlərini bildirdilər. Əgər belə faktlar kimə bəllidirsə, büdcədən maliyyələşən təşkilatlara mən bu fürsətdən istifadə edib müraciət edirəm. Bunu bildirmək lazımdır. Bu birinci növbədə elə bütövlükdə sistemimizə hörmətdir, bütövlükdə iqtisadiyyatımıza hörmətdir. Maliyyə vəziyyətimizin düşdüyü bu vəziyyətdə ümumi işimizə köməkdir. Mən belə başa düşürəm. Yavaş, yavaş.